Məhz bu Plafaktoriyada artıq biz neçə illərdir avtomobil yığırıq və bu gün də mənim aldığım yeni C32 AMC-ni biz başlayacağıq söküb yığmağa və bunun bütün detallarını çalışdığım qədər paylaşacağım. Çünki dəyişiləsi çox şeylər var. Ver gəlsin, ver gəlsin. O faraları görmək istəmirəm mən. BMW faraları. Bu fara nədir də? Qoyulub, acığım gəlir. O faranı ləğv edəcək birinci növbədə. Rəşad usta, sən yəni nə deyə bilərsən bu 32 haqqında? Xeyirli uğurlu olsun deyirəm. Yaxşı olacaq hamısı. Tam dəyişəcək maşın. Tam dəyişəcək də, bəli. Nədir? Bunun nasosun nəysə o başqa söhbətdir. Bunun ürəyini çəkmək. Toplar ləğv olacaq. Rədd olacaq. Neynəyəcək onun yerinə? Səliqə şey. Fanta butulkası ilə Natiqin düzəltdiyi kimi. Ya. Bu kırışqanın rəngi O dəyişəcək. 100% dəyişəcək. Adınızdan dəqiq. Salonu bir dənə çəkək, salon bərbad gündədir. Yenə qaranlıq düşür. Salon bərbad gündədir. Bunlar hamısı üstənməlidir. Başlayırıq işə. Nəyi? Ha, patolog. Bu da onun patoloqudur. Üstündə gəziblər. Elə bil ki, çevirib gəziblər də. Onun bir dənə vəziyyətinə bax. Nə gündədir. Bunlar hamısı üstənməlidir, dəyişəcək hamısı. Başlayırıq işə. Nə, bu sonradan qoşulma Amerikankadır? Yoxsa necə? Yox, bu özü Amerikankadır axı. Hə. Yəni maşının belə özünün vəziyyəti nətərdir? Vuruğu falan nəsə var? Burada deyirlər, vuruqsuz maşın. Beskırı. Avtomobilin banı sağlam vəziyyətdədir. Bəlkə sadəcə kosmetik işləri var, onları indi yoluna qoyacaq. Intercooler. Həmin o məşhur intercooler budur. Intercooler. Rəşad, bəs bu intercoolerin üstündə nəsə belə yazılar yazmaq olar, biraz maraqlı görsərsə. Olar? Olar yox. Eşq olsun Rəşad ustaya. Yaşasın Rəşad usta. Hə, Rəşad usta, BMW faralarını çıxardırsan. Çıxardım. Bir mənalı. BMW farası 32-nin üstündə yəni olmağı düzgün deyil. Düzgün deyil. Başqa maşınların üstündə ola bilər. Olar hə. Amma- Məsələn, 2 kompresor lüksüz maşın üstündə ola bilər. Amma 32 üstündə yox. 32 üstündə bu BMW farası olmağı artıq günahdır. Bu bir. Birinci görürsüz, bu Ford dalınca fara. Rejimlər yoxdur. Hə, yoxdur da. Hər yer rejində taparıq biri. Yəni hələ sökdükcə problemlərini görəcəyik yavaş-yavaş. Amma əsas düzələn problemlərdir hamısı. 2002, 2001, 2004-də kimi olan avtomobillərin qapılarında belə bir xal əmələ gəlir. Bu hissələrdə. Qabaq hissədə də var o. Bu başlayıb paslama. İmенно bu 2004-də kimi olan modellərdədir. 2004-dən yuxarı olan restoranlərdə o şey yoxdur. Yəqin ki, metalın keyfiyyətindən gedir söhbət. Biz də artıq bu qapıların hamısını bir-bir dəyişəcəyik. Bu diski saxlayıram. Disk alacağım maşının üstündə. Yavaş-yavaş işlərimizi görək. Bir də bunu deyim. Bu intercoolerində bunun buradan sonradan düzəlmə su vuranları var ki, intercooleri soyutmaq üçün əlavə düzəldilib bu. İndi ona baxacaq, bunlar işləyir yoxsa yox. Rəşad ustamız da bizim padnoşkaları sökür. Əmələ gəlir Rəşad? Nə əmələ gəlməyən nə var ki, hamısı əmələ gələcək. Bunlar çıxacaq, hamısı təzəsilə əvəz olunacaq. Bax belə, proyektimiz davam edir. Əvvəl bunda Remontun qazanı idi. Bunu çıxartmışıq, öz zavod qazanını qoymuşuq. İki cür baçok var. Deməli, bu motorun antifriz baçokudur. Bu da intercoolerin antifriz baçokudur. Bunlar da buradan sistemi ayırır kran. Yəni, kran qoyulub ki, bu kran. Krantı qoyublar ki, bu baçoku, bu intercoolerin əlaqəsini kəssinlər. Soyutma ayrıca getirir. Motorun soyutması ayrı cürdür. Intercoolerin soyutması ayrı cürdür. Yəni, sırf dirək üçün bu sistem istifadə olunur. Krulo da çıxdı artıq. Bir krulomuz çıxdı. Səliqən onu qoy qırağa. Zavod krulo deyə beskırıdır. Beskraska. Zavoddan qalan rəngdir üstündə. Heç bir kraska falan dəyməyib. Sağlam maşındır. Sadəcə biraz əl gəzdirilməlidir. Stolun üstü də nə gündə. Sol tərəf krulo da söküldü artıq. Görünüş budur. Sağ krulo da yoxdur. Deməli, bu qapılar hamısı dəyişilir, söküləcək. Bagajnikimiz söküləcək. Arxa bufer çıxacaq, stoplar çıxacaq. Faralar çıxdığı kimi çıxdı. Faralar yoxdur. Patpres dəyişiləcək xamilyona. Antiblikdə, yəni antiblik olacaq.
Sonra burada dəyişir. Padnoşkalarımız çıxıb çöldədir. Artıq padnoşkalar da yoxdur, onu da görsədim. Padnoşka da yoxdur. Çıxıb belə. Qapıdır, bagajdır, ən ağır məsələdir. Onlar etab onu sonra eləyəcəm. İndi vaxt olsa onları çəkəcəm. Belə baxıram ki, yəni xeyli iş görmüşük. Görüləsi işlərimiz qabaqdadır amma. Ortaya çıxmalıdır, nəsə əmələ gəlməlidir. Şəxsən bu maşın, bu motor, bu motorun da arxa stoplarını çoxlu BMW sürənlər görür və bilirlər. Sadəcə maşının adı, yəni nömrəsini falan demirəm indi. Yəni üzdə olan avtomobil olub. Bizim ikinci 203-ümüz Donor 203 deyək. Budur. Yəni bu da çox qəşəngdir və hədsiz ideal avtomobildir. Sadəcə motor 1.8 kompresor DM271. Biz də həmən avtomobilin üstündə nə görürsünüzsə, bagaj, stop, hər bir şeyi sökürük, yerləşdiririk həmən bu içəridə olan canavara, bütöv. Çünki o artıq solub da, belə deyək. Amma kuzası çox idealdır. Başqa variant olaraq C32-nin motorunu qoymaq olardı buna. Sadəcə onun motorunu bunun üstünə qoysaydım, bütün kabel, provodka, zat, hər bir şey salon sökülməlidir, qoyulmalıdır, getməlidir, qayya, pasport falan, baş ağrı olacaqdı. Salamat elə bunun çöldən söküb onun üstünə yığmaqdır. İndi arxa buferini sökürük. Arxa bufer, sadırlar uşaqlar. Bu gün alınsa, bir-iki detal bağlayarıq. Yəqin ki, kapotu bağlayacağım, qalan detallar qalar növbəti hissələrə. O da qismət olub çəkə bilsək, çəkərik. Rəşad, nə deyirsən, bunun arxa buferi sökülməyib heç vaxt. Zavoddur, yəni bu qədər. 22 ildir bu bufer bunun üstündədir. Niyə 22 ildir üstündə bilsən? Çünki bunun ancaq stoplarını görüblər, çata bilməyiblər ki, vursunlar. Bu başqa adı ola bilməz də. 22 il bufer qalar maşının üstündə sökülməyib. İndi zavodskoy şurupları zadı hamısı sökülür. Arxa buferi söktük, qutardı. Biraz əziyyət çəkdik, çünki açılmamışdı. Birinci zəvədə açılır. Və burada belə bir antenası var bunun. Birinci zəvədir. Küzükdə belə bir şey görürəm. Yəqin ki, qarajı açandır. Yəni ayırdıq, pult işlədik. Yine kapotu açacağıq. Kapotu sökürük. Uşaqlar sökür və bu donor bu kapotu biz oraya montaj eləyəcəyik. Qabaqdakı bizim o biri digər 203-ümüzün donorun kapotunu sökür Rəşad. Bu kapot qoyulacaq 32-nin üstünə. Məncə bu gündən kifayətlənə artıq xeyli detal sökmüşük. Bir dənə arxa stopu da yerinə otuzduruq, arxa stopu. Onunla da məsələ həll olunur bu günlük. Növbəti işlərimiz bizim əsas qalır. Ən ağır işimiz bizim qalır. 4 qapı və arxa bagaj. Bu 4 qapını söküb, bu arxa bagajı söküb, digər maşından, donordan söküb, gətirib təzən bura bağlamaq, təzən onu donora. Olsun, bax, əsas məsələ onda qalır. Plus da maşının motorunda mexaniki işlər var, hansı ki, prokladka, nə bilim, gidronasos, rimen, bir-iki dənə yağ axıdan yerlər var, hava kollektoru, prokladkası. Bunun, məsəl üçün, bu hissəsi C55-indir. Bu C55-indir, məsəl üçün. Bu xortum oturan hissədə boşluq var. O boşluq düzəlməlidir. Yəni, belə xırda işlər var. Salon darabotka işləri var, onlar düzəlməlidir. Yəni, bunlar vaxt alacaq. Amma əsas odur ki, ürəyimiz istəyən avtomobil alsın. Plus, bir dənə də əsas məsələ bizim bu disklərimiz. Bu disk demək olar, ölkədə bəlkə 1-2 maşındadır, biri də bundadır. Bunlar gedəcək yonmağa. Ona nə deyirlər? Yadımdan sonra lazer deyirlər, nə deyirlər? Yonub üstünə də lak vurulacaq ki, ideal görsənsin. Belə. İndi kapotu sökə gətirə bağlayaq. Hazırdır kapot. Doların kapotu. Amma çox ideal avtomobildir də bu da. 32-yə qurban gedir. Qoyuruq 32-nin üstünə. Ehtiyatla gətirin. Yəni, görüm, nətər çıxdı bu? Hə, qəşəkdir. Qəşəng deyədələ, öz kapotun beləyə qəşəkdir. Gözdə video saxlayıb gələm. İmkan vermədilər çəkməyə. Kapot hazırdır, kapot otuzuruldu, amma zazorları Krıloz Alfara qoyulandan sonra bilərik də, yəqin ki. Düzdür, Rəşad? Ancaq elə bilə bilərik. Çevrilmə. Buna deyirlər ki, transformasiyada, yəni maşın çevrilir digər maşının formasını almağa. İçi qalır əvvəlki kimi, çölü dəyişir. Nəsə elə bir şey. Burada da bizim Y55-in rolu var. Rəşad, sən nə deyirsən? Bu C32-yə bu Y55-in rolu nətər tutar? Əla. İndi deyirsən bundan qoyaq maşına. Ondan yaz.
Ondan yox da. Mən deyirəm. Valla da bez kaska kapot deyil. Bez kaska kapotu var. Bu rul Y55-indir. Bunu bizim Səid öz avtomobilinə qurur. Y60 üçün? Hə, Y60 üçün üzürlü sayın 55 deyirəm. Bu bizim o biri 334 32 salonuna bağlanacaq. Məndə olan rul isə bu çöldəki donorun rulu olacaq. Hansı? De bu rol. Qəşəng. Salona bax, çiçəkdir, par-par yanır bu maşın. Hansı rol? Hansı bu rolu? Hansı maşına çıxartdı? Ağdan? Ha, nə mi deyirlər, ağdan çıxardıblar, bilmirəm. Nəsə. Nə vaxt verdin sən? O Sadə lipstop. hə, lipstoplu rol. Ayda düz deyir. Amma burada bu rol lipstoplandı. Onu da yaddan çıxır. Hə, lipstoplandı. Bunu 32-nin üstünə qoyacağıq. Deyə burada. 32 qəşəng oldu. Yəni mən Y60 sənsə bunu elə məsləhət görürəm. Restyling amma AMG stildə.